Azərbaycandan Ermənistana cəmi 1,5 milyon dollarlıq benzinin idxal olunması ölkəmizdə bəzi insanlarda təəccüb və etiraz yaradıb. Deyirlər ki, güya düşmən ölkənin büdcəsini doldururuq, düşmən ordunu gücləndiririk və s. Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin İqtisadi Məsələlər üzrə Komitəsinin sədr müavini Babken Tunyan bildirib. Deputat etirazlara baxmayaraq Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri davam etdirəcəyini söyləyib. Stat. Maraqlıdır, bu insanlar aydan eniblər, bilmirlər ki, onların güya düşmən dedikləri başqa bir ölkədən, Türkiyədən son 30 il ərzində Ermənistana idxal olunmuş məhsulların həcmi yüzlərlə dəfə çox olub. Son 20 ildə 2006-cı ildən bu ilin oktyabrına qədər Türkiyədən Ermənistana ümumilikdə 4,3 milyard dollardan çox məhsul idxal edilib. Geyim aksesuarları, avadanlıqlar, ehtiyat hissələri, tikinti materialları. Çox maraqlıdır ki, Türk bayrağı yandıran, hökumətdə təmsil olunmuş, vətənpərvərliyə çağırış edən keçmiş məmurlar və onların yaxın çevrəsi bunlardan xəbərsiz idimi? Yoxsa Türkiyəni dost ölkə hesab edirdilər? Deyirlər ki, güya Azərbaycan benzini almayacaqlar. Azərbaycan ərazisindən keçən buğdadan hazırlanmış çörək yeməyəcəklər. Nə alıb almamaq sizin haqqınızdır. Amma bundan əvvəl özünüz və yaxınlarınızın geyimini yoxlayın. Bəlkə türk istehsalıdır və ya türk parçasından tikilib. Təsadüfən tezislərinizlə ziddiyyət yaratmasın. Ermənistan qonşu ölkələrlə münasibətlərin normallaşdırılması prosesini davam və iqtisadi əlaqələri inkişaf etdirəcək. Statın sonu. Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesi çərçivəsində sərhəd keçid məntəqələrinin açılması istiqamətində işlər sürətlənib. Bu kontekstdə iki ölkə arasında mühüm keçid nöqtələrindən biri olan Alican sərhəd keçid məntəqəsində texniki araşdırma və hazırlıq tədbirləri başlanıb. Bu barədə Erməni Haber məlumat yayıb. Mənbə bildirib ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra sülh sazişinin paraflanması Ankara və İrəvan arasında normallaşma prosesinə də töhfə verib. Stat. Bu prosesin praktik adımlarından biri kimi Azərbaycanın ötən həftə Ermənistana yanacaq tədarükü həyata keçirilməsi ilk ticarət təşəbbüsü olub. Türkiyə ilə Ermənistan arasında diplomatik təmasların irəliləməsi fonunda Alican keçid məntəqəsində aparılan işlərin məqsədi ilkin mərhələdə keçidi Marqara körpüsü vasitəsilə yük daşımaları üçün açmaq, sonraki mərhələdə isə sərnişin daşımalarına imkan yaratmaqdır. Layihə çərçivəsində Alican üçün əlavə yolun tikintisi nəzərdə tutulur. Yolun Qarakoyunlu rayonu qovşağı və Zəngəzur dəhlizinə birləşdirilməsi planlaşdırılır ki, bu da Iğdır istiqamətində əlaqələrin yaxşılaşdırılması və regional ticarət və logistika imkanlarının artırılmasına şərait yaradacaq. Iğdır valisi Ərcan Turan, Miqrasiya xidmətinin rəhbəri Hüseyn Kökrə, Müdafiə Nazirliyinin Logistika Baş İdarəsinin müvəqqəti rəhbəri general-mayor Ahmet Hamdi Ataç və bir sıra dövlət qurumlarının nümayəndələri bu məqsədlə Alican keçid məntəqəsinə baxış həyata keçirib. Sərhəd zonasında texniki infrastrukturun təkmilləşdirilməsi, mövcud standartların yüksəldilməsi və logistik potensialının gücləndirilməsi məsələləri müzakirə olunub. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.